Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün qışa hazırlığım davam edir. Üzüm turşusu hazırlayacağım. Siz heç üzüm turşusu hazırladınız və yaxud dadına baxmısınız? Əgər hazırlamadınızsa, o zaman ekrana yaxın əyləşin. Nə edirəm? İlk öncə öz həyətimdən üzümləri yığıram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Üzümləri yığdım və təmiz yuyuram. Qeyd edim ki, üzüm kal olmalıdır. Dəymiş olarsa məncə dadı biraz yaxşı alınmaz, amma kal olanda daha dadlı alınır. Buradan üzümlər dəymiş kimi görünə bilər, amma dəyməyib kaldır. Üzümləri yudum, keçirik bankalara yığmağa. Bunun üçün bizə sarımsaq, nanə, qara dənəvər istiyot lazımdır. Mən üzümləri bu formada kəsəcəm. Siz istəsəz bunu bir-bir də ayıra bilərsiniz. Hal-hazırda üzümün bol vaxtıdır. Bunu hər kəs edə bilər. Üzümlərin hamısını eyni qayda ilə kəsirəm. Keçirik bankalara yığmağa. Bankamıza ilk öncə qara dənəvər istiyot, bir diş sarımsaq və turşuların olmazsa olmazı nanə əlavə etdim. Və sonra isə üzümləri bu formada bankaya yığıram. Mən bankalara həm ağ üzüm, həm də qara üzüm əlavə etdim. Sizdə ağ varsa, yalnız ağdan da istifadə edə bilərsiniz. Sadəcə görünüşü gözəl görünsün deyə mən bu formada etdim. Nə edirəm? Üzərinə hər bankaya bir qaşıq duz, bir qaşıq şəkər tozu əlavə etdim və qaynanmış ilıq su əlavə etdim üzərinə. Və hər bankaya armudu stəkanın yarısından alma sirkəsi əlavə etdim. Bu qədər asan və tez başa gələn bir turşudur. Artıq turşumuz hazır oldu. Bankaları ilıq su ilə doldurdum, qapaqlarını bərk-bərk bağladım. Qeyd edim ki, qapaqlar təzə olmalıdır. Bu qədər asan və tez başa gələn bir turşudur. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun, mənə də xoş olsun. Allah'a əmanət olun.